Birləşmiş Ştatları. ABŞ 19-cu yüzilliyin birinci yarısında. Amerika Birləşmiş Ştatları yarandığı vaxtdan hakimiyyətin əsas diqqəti onun ərazi bütövlüyünün qorunmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmişdi. Buna görə də Avropa dövlətləri ilə normal münasibətlərin saxlanılmasına xüsusi önəm verilirdi. Avropa dövlətləri arasında baş verən müharibələrdən kənarda qalması ABŞ-nin iqtisadi siyasi inkişafını təmin etdi. Qitədə rəqibinin olmaması ona ərazisini genişləndirməyə şərait yaratdı. Demək, qitədə rəqibinin olmaması ona ərazisini genişləndirməyə şərait yaratdı. Hərbi xərclərin azlığı, faydalı qazıntılarla zəngin və münbit torpaqların mövcudluğu ABŞ-nin inkişafını şərtləndirən əsas amillərdən idi. Bu isə Avropadan mühacir axınının artmasına səbəb oldu. Thomas Jeffersonun prezidentliyi dövründə Thomas Jefferson 1801-1809-cu illərdə hakimiyyətdə olubdu. Dövlətin möhkəmləndirilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirildi. Seçkilərdə iştirak üçün əmlak lisenzi ləğv olundu. Qərbdəki boş torpaqların məskunlaşdırılması geniş vüsət aldı. Deməli, əmlak lisenzi, seçki lisenzi və yaxud da əmlak lisenzi ləğv olundu. Qərbdəki boş torpaqlardan məskunlaşdırılma geniş vüsət aldı və ölkəyə qul gətirilməsi qadağan olundu. Nə qadağan olundu? Qul gətirilməsi qadağan olundu. Thomas Jefferson ABŞ-nin İstiqlal Bəyannaməsinin əsas müəllifi, ilk dövlət katibi, 3-cü prezident olmuşdur. Onun prezidentliyi dövründə ABŞ Fransadan Luiziyananı satın alaraq öz ərazisini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Maraqlıdır ki, o bir vaxtlar Benjamin Franklindən sonra ABŞ-nin Fransadakı səfiri vəzifəsində çalışmışdır. Görünür, bu fakt Fransa İmperatoru Napoleon Bonaparte'la Luiziyana məsələsində razılığa gəlməkdə müəyyən qədər rol oynamışdır. Thomas Jefferson təsviri Rushmore dağında əks olunmuş, Rushmore dağında əks olunan 4 ABŞ prezidentindən biridir. O, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyət siyasına daxil edilmişdir. 19-cu əsrin əvvəllərində Avropada gedən müharibələr dövlətlər arası münasibətlərdə ciddi şəkildə təsir göstərdi. ABŞ-nin Avropa ölkələrinə, xüsusilə Fransaya ərzaq daşıyan ticarət gəmilərinin Böyük Britaniya donanması tərəfindən müsadirə olunması iki dövlət arasında münasibətləri gərginləşdirdi. Deməli, iki dövlət arasında münasibətləri gərginləşdirən məsələ nədir? ABŞ-nin Avropa ölkələrinə, xüsusilə Fransaya ərzaq daşıyan ticarət gəmiləri Böyük Britaniya donanması tərəfindən müsadirə olunur. Bu da münasibətləri gərginləşdirir. Böyük Britaniyanın Fransa ilə müharibə aparmasından istifadə edən ABŞ Kanadanı işğal etmək istəyir. Britaniya da öz növbəsində Amerikadakı keçmiş müstəmləkələrini geri qaytarmağa çalışırdı. Bütün bu ziddiyyətlər iki dövlət arasında müharibəyə səbəb oldu. 1812-ci ildə ABŞ qoşunlarının Kanadaya daxil olması ilə tərəflər arasında müharibə başladı və 1814-cü ildə müqavilə imzalanması ilə başa çatdı. İnteqrasiya ilə 1812 Azərbaycan tarixində nə baş verib, Rusiya tarixində nə baş veribdi? 1814 yenə də Azərbaycan tarixində nə öyrənmişik? 1812 Aslandüz döyüşü, Sultanbud döyüşləri öyrəndik Rus-Qacar müharibəsinin gedişində. 1814-cü ildə demək Tehran müqaviləsi öyrənmişik. Bir də 1812-ci ildə Rusiya tarixində Borodino döyüşü öyrənmişik. Müharibənin nəticəsinə görə ABŞ Kanadaya olan iddiasından Böyük Britaniya isə ABŞ-yə öz müstəmləkəsi kimi baxmaqdan əl çəkdi. 1814 Gent müqaviləsi ilə. Bu da müqavilənin imzalanmasıdır. Bir də bu xəritə üzərində diqqət edək. Gördüyümüz kimi bu da xəritə üzərində ərazilər verilib. 19-cu ildə ABŞ ərazisinin genişlənməsi təsvir olunubdur. 19-cu əsrin ortalarına doğru ABŞ-nin əraziləri xeyli genişləndi. ABŞ-nin iqtisadi inkişafı yolunda başlıca maneə quldarlıq münasibətlərinin saxlanması idi. Quldarlığın ləğv olunduğu şimal ştatlarında fermer təsərrüfatı geniş yayılır və sənaye sahələri inkişaf edirdi. Quldar plantasiyaların üstünlük təşkil etdiyi cənub ştatlarında qul əməyi tətbiq olunurdu. Burada qaradərli əhaliyə qarşı irqi ayrı-seçkilik dərin kök salmışdı. Fermerlər, fəhlələr və qabaqcıl ziyalılar quldarlığın ləğv olunması üçün mübarizə aparırlar. Demək, quldarlığın ləğv üçün mübarizə aparanlar kimlərdir? Fermerlər, fəhlələr, qabaqcıl ziyalılar. Ölkədə quldarlıq əleyhdarları ilə tərəfdarlar arasında mübarizə get-gedə kəskinləşirdi. Belə bir vaxtda Respublikaçılar Partiyası quldarlığın ləğv olunması tərəfdarlarının sıx birləşdiyi mərkəzə çevrildi.
Demək, artıq respublikaçılar quldarlığın ləğv olunması üçün bir mərkəzdə birləşdilər. 1860-cı ildə seçkilərdə respublikaçıların namizədi Abraham Lincoln prezident seçildi və Cənub Ştatlarında böyük həyəcanla qarşılandı prezident seçilməsi. O vəzifəsinin icrasına başlamamış, Cənub Ştatları ABŞ-dən ayrılaraq Amerika Ştatlarının Konfederasiyası adlanan dövlət yaratdı. Demək, Cənub Ştatları nə yaratdı? ABŞ-dən ayrılaraq Amerika Ştatlarının Konfederasiyası, buna AŞK deyirik. Amerika Ştatlarının Konfederasiyasını yaratdı. Neçənci ildə? 1860-cı ildə. Konfederasiyasının mənası da suverenliklərini mühafizə etmək üçün dövlətlərin bu və ya digər məqsəddən müvəqqəti olaraq birləşdiyi çox da möhkəm olmayan birlik deməkdir. Bu qanuni hökumətin fəaliyyət göstərdiyi şimal ştatları ilə qiyamçılar arasında hərbi əməliyyatlara gətirib çıxartdı. Beləliklə, ABŞ-də 1861-65-ci illəri əhatə edən vətəndaş müharibəsi baş verdi. Vətəndaş müharibəsinin əsas səbəbi sənaye burjuaziyası ilə quldarlıq tərəfdarları arasında mübarizənin kəskinləşməsi idi. Müharibənin əvvəlində Cənub Ştatlarının müvəqqəti uğurlar əldə etməsi, torpaq və quldarlıq məsələlərinin həll olunmaması xalq kütlələri içərisində narazılıq yaratdı. Ona görə də 1862-ci ildə qanun qəbul edildi. Bu qanuna görə torpaq becərmək istəyən hər bir Amerikalı cüzi ödəniş müqabilində təqribən 65 hektar torpaq sahəsi ala bilərdi. Bu torpaqlarda qul əməyindən istifadə qadağan idi. Həmin il imzalanmış bəyannaməyə görə 1863-cü ilin yanvarından köləlik ləğv oldu. Demək, köləlik nə vaxt ləğv olundu? 1863-cü ilin yanvarında. Bu tədbirlər müharibədə şimalın üstünlüyünü təmin elədi. 1865-ci ildə Konfederasiyanın paytaxtının tutulması nəticəsində müharibə başa çatdı. Şimalın qələbəsi nəticəsində iki hakimiyyətliyə son qoyuldu və ölkənin bütövlüyü qorunub saxlanıldı. Deməli, iki hakimiyyətliyə son qoyuldu 1865-ci ildə. Gəncə xanlığında iki hakimiyyətliyə nə vaxt son qoyulubdu və yaxud da Şamaxı xanlığında nə vaxt son qoyulub yadımıza salaq. Deməli, Gəncədə dedik iki hakimiyyətliyə son qoyuldu 1783-cü ildə, Şamaxıda 1763-cü ildə. ABŞ Konqresi vətəndaş müharibəsindən sonra konstitusiyaya yeni əlavələr qəbul etdi. Afro-Amerikalılar ağlarla bərabər mülki və siyasi hüquqlar aldılar. ABŞ müharibədən sonra sürətli iqtisadi inkişaf yoluna qədəm qoydu. Zəngin xammal ehtiyatına malik Alyaskanın Rusiyadan satın alınması nəticəsində ABŞ-nin sərhədləri yenidən genişləndirildi. Neçənci ildə? 1867-ci ildə. ABŞ yeni yüzilliyə elmi-texniki nailiyyətlərin geniş tətbiq edildiyi sürətli iqtisadi inkişafla qədəm qoydu. ABŞ sənaye istehsalının həcminə görə dünyada birinci yerdə idi. Yeni sənaye sahələri inkişaf edir, insar birliyi olan trestlər yaranırdı. İnsar istehsal, satış və xarici ticarətdə müstəsna hüquqa malik olmaq deməkdir. Trest tərkibinə daxil olan müəssisənin istehsal, satış, bəzənsə hüquqi müstəqilliklərini itirdikləri insar formasıdır. Yəni, bir trestin tərkibinə daxil olan hər hansı bir satış, hər hansı bir müəssisə artıq öz müstəqilliklərini itirir, hamısı bir insara tabidir. İlk tresti John Rockefeller yaratdı. Onun Standard Oil tresti 20-ci əsrin əvvəllərində ən böyük neft insarlarından birinə çevrildi. Demək, ilk trest John Rockefeller tərəfindən yaradıldı. Standard Oil idi, 20-ci əsrin əvvəlinə aiddir. 1900-1903-cü illərdə baş vermiş dünya iqtisadi böhrandan sonra ABŞ-də həyata keçirilən islahatçılıq xəttinin ən görkəmli nümayəndələri Theodore Roosevelt və Woodrow Wilson oldu. Theodore Roosevelt'in prezidentliyi dövrü T. Roosevelt deyirik. 1901-9-cu illərə əhatə edibdir. Konqresə trestlər əleyhinə qanun qəbul edildi. T. Roosevelt, trestlər əleyhinə qanun qəbul edildi. Dövlət iri trestlərin fəaliyyətini nəzarət altına aldı. Deməli, dövlət nəzarəti qoyuldu. Theodore Roosevelt böyük dəyənək siyasətinin məqsədi Latın Amerikasında əsas söz sahibi olmaq, beynəlxalq aləmdə ABŞ-nin mövqeyini möhkəmləndirmək idi. Demək, Latın Amerikası deyəndə, yəni, belə deyək, orta hissə, Amerikanın orta hissəsi, Meksika olan hissəsi nəzərdə tutulur. Deməli, Latın Amerikasında əsas söz sahibi olmaq və beynəlxalq aləmdə ABC-nin mövqeyini möhkəmləndirmək demək idi. 1913-cü ildə fəaliyyətə başlayan Prezident Woodrow Wilsonun hakimiyyəti olduğu illəri yeni demokratiya dövrü adlandırırlar.
O, gömrük, bank, maliyyə sahəsində əsaslı islahatlar keçirmiş, insanlar üzərində dövlət nəzarətini gücləndirmişdi. Deməli, həm Theodore Roosevelt'in, həm də gördük ki, Woodrow Wilson hakimiyyəti illəri Tresor üzərində nəzarət dövrüdür. Yəni dövlət nəzarəti qoyulubdur. Baxın, Tresor əleyhinə qanun qəbul olunubdur T. Roosevelt'in dövründə və burada görürük ki, nəzarət altına alınıbdır. Dövlət nəzarəti daha da güclənib kimin dövründə? Woodrow Wilson dövründə. Woodrow Wilson dövrü nə dövrü adanır? Yeni demokratiya dövrü adanır. Xəritə üzərində 11-ci sinifdə verilən məlumata diqqət eləyək. Demək, gördüyümüz kimi Havay adaları 1898-ci ildə ilhaq olunmuşdur. 1898-ci ildə. Alyaska 1867-ci ildə Rusiyadan satın alınmışdır. Havay adalarına diqqət eləyək. 1898. 1819-cu ildə İspaniyadan alınan ərazilər burada verilibdir. 1818-ci ildə Böyük Britaniya verilmiş ərazi verilibdir. 1818 Böyük Britaniyanın alınmış ərazi verilibdir. Və burada 1783 Böyük Britaniya ilə bağlanmış sülh müqaviləsinə görə ABŞ-nin ərazisi təqdim olunubdur. Yəni, sarı işarə ilə verilənlər 1783 müqaviləsi ilə əlində olan ərazilərdir. 1846 Böyük Britaniya ilə bağlanmış müqaviləyə görə birləşdirən ərazilərdir. 1846 bu birləşdirən ərazilər də Washingtondur, Oregondur və Idaho'dur. 1803-cü ildə Fransadan satın alınmış Louisiana ərazisi burada verilibdir. Gördüyümüz kimi Louisiana. 1848 Meksika ilə müharibə nəticəsində birləşdirilmiş ərazi, mübarizə nəticəsində birləşdirən ərazi verilibdir. Bu rənglər, deməli, burada Kaliforniyada, Nevada, Utah, Arizona, New Mexico, yəni Yeni Meksika bu ərazilər. Və bir də 1845-ci ildə ilhaq olmuş Texas Respublikasının ərazisi narıncı işarə ilə göstərilibdir. Texasda 1845-ci ildə ilhaq olunubdur. 1823-cü ildə ABŞ prezidenti James Monroe'nun irəli sürdüyü doktrina Avropa dövlətlərinin Latin Amerikasında öz ağalığını bərpa eləmək istəyinə qarşı yönəlmişdi. Yəni, Latin Amerikasında yenə ABŞ söz sahibi olmaq istəyir. Çünki Avropa dövlətlərinin burada ağalığını bərpa eləməyinə qarşıydı. Doktrinada dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi ideyası elan edilmiş və onların bir-birlərinin daxili işlərinə qarışmaması tələbi qoyulmuşdu. Monroe doktrinası Amerika qitəsində ABŞ-nin nüfuz dairəsinin genişləndirilməsinə imkan yaratdı. Deməli, James Monroe ilə Theodore Roosevelt'in oxşarlığı Latin Amerikasında belə deyək də nüfuz dairəsinin genişləndirilməsi deyə bilərik. Söz sahibi olmaq istəyi deyə bilərik. Bir də burada Alyaska ilə bağlı mənbəyə diqqət edək. Alyaska yarımadası 18-ci əsrin ikinci yarısından etibarən Rusiya ərazisinə daxil idi. Rusiya İngiltərənin müstəmləkəsi olan Kanada ilə birbaşa sərhəd qonşusu idi. Gördüyümüz kimi Rusiya, burada Kanada ilə Rusiya. Kanada bilirik ki, İngiltərənin müstəmləkəsidir. Belə olduğu təqdirdə Rusiya ilə İngiltərənin müstəmləkəsi birbaşa qonşudur. Bu dövrdə Rusiya ilə İngiltərə Ön Asiya və Uzaq Şərq uğrunda mübarizə aparırdı. Krım müharibəsindən sonra bu rəqabət görürük ki, daha da gücləndi. İngiltərənin Kanada vasitəsilə Alyaskadan keçərək Rusiya üçün təhlükə yaradacaqı hakim dairələri narahat edir.